Ötən gecə paytaxtda baş verən ağır yol qəzasında dünyasını dəyişən qadının müğənni olduğu məlum olub. Milli AS xəbər verir ki, hadisə Dövlət Bayrağı meydanının yaxınlığında qeydə alınıb. 2002-ci il təvəllüdlü Mehdizadənin idarə etdiyi Hyundai Elantra markalı avtomobil yolu keçən 1988-ci il təvəllüdlü Vlada Axundovanı vurub. Qadın hadisə yerində həyatını itirib. Qəza nəticəsində həyatını itirən 37 yaşlı Vlada Axundova musiqi sahəsində tanınan ifaçı olub. O, müxtəlif musiqi müsabiqələrində və Səs Azərbaycan yarışmasında iştirak edib. Qəza ilə bağlı Səbail rayon polis idarəsində cinayət işi başlanılıb, araşdırma aparılır. Səbail rayonunda müğənni Vlada Axundovanın öldüyü yol qəzasının təfərrüatları məlum olub. Qafqazinfonun əldə etdiyi məlumata görə, hadisə vaxtı Axundova piyada deyil, yol kənarında dayanmış avtomobilin içərisində imiş. Belə ki, saat 21 radələrində Yeni Salyan yolu 20-nin qarşısında Salyan rayon sakini 2002-ci il təvəllüdlü Seyfulla Yusifoğlu Mehdizadə idarə etdiyi Hyundai Elantra markalı 77 SJ 148 dövlət qeydiyyat nişanlı avtomobillə yolun kənarında dayanmış və Sadiq İsaqova məxsus Toyota markalı 01 CH 477 nömrəli avtomobili arxadan vurub. Nəticədə İsaqovun maşınında olan paytaxt sakini 1988-ci il təvəllüdlü Vlada Axundova hadisə yerində ölüb. Mehdizadənin sərnişini olan 1997-ci il təvəllüdlü Bahar Məcidova isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta ağırdır. Faktla bağlı araşdırmalar davam etdirilir.